Salam hörmətli müəllimlər, MİQ və sertifikasiya imtahanına hazırlaşan müdavimlər. Bugün sizlərə Time 2025-ci ilin testinin noun bölməsini izah edəcəyəm. Birinci suala baxaq. Composed by Betty Havam continue to inspire musicians around the world. Xəbərimiz cəmdədir, ona görə də bizə cəm mübtəda lazımdır. A variantında this music piece, piece təkdir, zistə bu A variantı deyil. B variantında this music pieces, pieces bəli cəmdədir, lakin bilirik ki, zistdən sonra tək isim gələr. C variantı this piece of music, yenə də this piece xəbər təkdədir. D variantında these pieces of music, bəli, this özündən sonra cəm isim istəyir, pieces cəmdədir və xəbər cəmdə olduğu üçün, mübtəda da cəmdə olduğu üçün bu düzgün variant sayılır. E variantında zisdən sonra cəm isim gələr, burada sayılmayan isim gəlib, ona görə də səhvdir. İkinci suala baxaq. Find out the most appropriate option. Düzgün variantı bizdən istəyir. A variantı the university's admission criteria include, bildiyimiz kimi criteria Yunan Latın dilindən gəlmə sözdür və təki criterion, cəmi isə criteria olur. Bəli, criteria cəmdədir, include isə bəli, xəbər cəmdədir. Buna görə də A variantı düzdür. B variantında the university's admission criteria includes, criteria cəmdədir, lakin xəbər təkdədir, ona görə də səhvdir. C variantında university admission criterion təkdədir, lakin xəbər cəmdədir, ona görə olmaz. D variantı the university admissions criteria include high academic performance, extracurricular involvement. Burada universities admission criteria olmalıydı. E variantında universities admission criterion, burada da yenidən universities olmalıydı. Ona görə də səhvdir, variant A. Üçüncü sualımız find out the most appropriate option. A variantı there are several endangered species in the Amazon rainforest that need protection. Burada zero, yəni cəmdə olan xəbərdir və bilirik ki, species sözü həm təki, həm cəmi eynidir. Burada baxırıq ki, bəli, several, deməli, burada cəmdə işlənib, burada bir problem yoxdur. Several olduğuna görə xəbərimiz də cəmdədir. Bəli, variantımız düzdür, A variantı. Gedək B variantına. This book, series, bilirik ki, seriesdə həm təki, həm cəmi eyni olan isimlərdəndir. Explore yox, this olduğuna görə bu onu göstərir ki, series burada tək kimi işlənib, amma explores olardı, ona görə də bu variant səhvdir. C variantında scientists have discovered a new plant species that thrive. Biz baxırıq ki, burada yəni onu göstərir ki, species burada tək kimi işlənib, yəni artikel onu göstərir ki, burada tək kimi işlənib, lakin zət bağlayıcısı elə bir bağlayıcıdır ki, biz ondan sonra gələn xəbəri ondan əvvəlki isimlə uzlaşdırırıq, lakin burada sırayıb görür, cəm isimdir, cəm xəbərdir, lakin buradakı isim isə təkdir, xəbərdə təkdə olmalıydı, ona görə bu variant da səhvdir. Sonra D variantında each spaces, biz başa düşürük buradan ki, each həmişə tək isimlərlə işlənir. Spaces deməli burada tək isim kimi işlənib və in the coral reef play. Play yox, place olmalıydı. Ona görə də bu variant da səhvdir. Çünki əgər mübtəda təkdəsə, xəbərdə təkdə olmalıydı. E variantında financial support and community involvement are an essential means for the project success. Burada financial support and community involvement bizim mübtədamızdır, lakin xəbəri cəmdə verdiklərinə görə bu variantda səhv sayılır. Dördüncü suala baxırıq. Find out the appropriate variant, düzgün variant istəyir. The bread is as soft as a cotton.
Burada bilirik ki cotton sayılmayan isimde qarşısında article olmaz. Sonra this is a Turkish cafe. Burada dəqiq bilinir təyin edici sözlər qarşısında və dəqiq hansı kofedən söhbət getdiyi üçün burada artıq onun markası kimi nəzərdə tutulduğu üçün biz burada article işlədirik. Bəli, bu düzgün variantdır. A cotton is a natural material. Burada isə a cotton ümumi pambıqdan söhbət gedir. Ona görə də biz burada article işlədə bilmərik. Ona görə səhvdir. I have a coffee once a day. Mən gündə burada bir fincandan söhbət gedir. Ona görə də a coffee, bəli, bu düzgün variantdır. Ona görə də variant 5-ci sualda hissələri bir-biri ilə uyğunlaşdıracağıq. A board of, board burada kollega mənasında verilir və bu directors olar. 1 D, 2 a pack of, bir paçka, bir yığım cards olar. 2 B, a school of fish, yəni balıqların dəstəsinə a school deyilir. A hive of, A variant olacaq, bees. Yəni cavabımız olacaq D variantı. 6-cı sual, find out the wrong variant. Burada səhv cavabı istəyir. Yəni biz səhv olan variantı tapmalıyıq. Bacteria are essential for the decomposition of organic matter in soil ecosystem. Bacteria bilirik ki, bu da Latin Yunan sözlərindəndir. Bacterium, bacteria olur. Burada bu, yəni mübtəda cəmdədir. Are essential, yəni xəbər də cəmdədir. Bu düz variantdır. B variantı, the data analysis has revealed key trends that help the company make informed decisions. Data və analysis bu təkdədir və xəbər də təkdədir. Bəli, düzdür. C variantı, the needed data was collected from belə data plus tək xəbər, bu da düzdür. The organization must act quickly to address the environmental crises that were caused by the oil. Bilirik ki, crises olur. Yəni ona görə də I ilə yox, I hərfi ilə olur. Yəni crises that were yox, was olmalıydı. Ona görə də D variantı düzgün bizim cavabımızdır. Lakin səhv verildiyi üçün bizim cavabımızdır. Çünki bizdən səhv istəyirdi. E variantında numerous vibrant graffiti on the city walls add a splash of color and extend to urban landscape. Bəli, graffiti də cəmdə olan isim olduğu üçün xəbər də cəmdədir və bu da düzgün variantdır. Ona görə biz variantımız D olur. 7-ci sual, find out the correct option. Are Adolf and Nero's mother heroines? Burada heroines bilirik ki, qadın cinsini bildirir. Hero kişi cinsi, heroines qadın cinsi olduğu üçün əgər biz Adolf'u da ayrı bir şəxs kimi, Nora's Mazen'i də ayrı bir şəxs kimi götürsəydik, onda bu düz gəlməz. Çünki Adolf kişi adıdır, heroines isə qadın cinsinə məxsusdur. Lakin Adolfla Nora'nı bacı qardaş kimi ananı tək götürsəydik, onda xəbər burada səhvdir, is olmalıydı. Keçək B variantına. Is Adolf and Nora's mother and heroine? Burada da yenə is xəbərimiz düzdür. Əgər Adolfla Nora'nı bacı qardaş kimi götürsək, xəbər düz gəlir. Lakin heroine bilirik ki, biz burada H hərfi samit olduğu üçün özündən əvvəl ən yox, article olardı. Ona görə B variantı da səhvdir. C variantında were Nora and Adolf's mother remembered as heroines. Burada Nora ayrı bir şəxs, yəni qadın cinsinə məxsus olan bir şəxs. Adolf Maza isə Adolfun anasından danışılır. Ona görə də bəli, xəbərimiz cəmdədir və heroines də cəmdədir. Düzdür bu variant. Next, D variantı. Were the sister of Adolf's granddads welcomed as heroines?
Adolfun nənəsinin bacısından gedir, danışılır, amma xəbər cəmdədir. Were the sisters of Adolf and Nora's granddad tək verib, granddad olardı. Əgər iki şəxsə də biz apostrof s əlavə ediriksə, sonra gələn isim də cəmdə olmalıydı. Ona görə də E variantı da səhvdir. 8-ci sual. Burada səhv variantı istəyir. A variantı, Aunt Barbara's family were having breakfast when a loud noise arose at the door. Burada bütün ailədən danışır. Barbaranın ailəsi səs gələndə səhər yeməyi yeyirdi. Ona görə də ailə burada cəm götürüldüyü üçün xəbər də cəmdədir. Deməli, əgər ailə sözü bəzi zamanlar üzvlərindən danışılarsa, bu xəbər biz cəmdə, yox, əgər ailə məfhum kimi götürülərsə, onda təkdə götürür. B variantında olduğu kimi, the single mother's family consists of 3 people. Burada ailə, tək ailə, ananın ailəsi məfhum kimi nəzərdə tutulduğu üçün xəbər də təkdədir. Bu düzdür. Cooper's ship reached the harbor safe and sound after an 80-day cruise. Ən olmalıydı E yazıblar. Ona görə səhv variant, düzgün cavabımız C, səhv olduğu üçün bizdən səhv variant istəyir. James round the world cruise was of great importance. Yəni James sonu S ilə bitən insan adlarına biz həm apostrof, həm də apostrof S əlavə edə bilərik. E variantı, it took 7 years for bearings and Kirikos. Groups, hər iki deməli adda apostrof S olduğu üçün groups da cəmdədir. Bu da düzgün variantdır. 9-cu sual, find out the grammatically correct variant. Correct, yəni düzgün cavab istəyir. Public art has much different form and much different form. Aha, form burada baxırsınız ki, sayılan isimdə cəmdə işlənməli idi, lakin təyin edici söz kimi much verilib, ona görə də much səhvdir. B variantı, public art has many different form. Many-dən sonra forms gələrdi. Cəmdə olmalıydı, functions olmalıydı, ona görə bu da səhvdir. C variantı, public art have. Art təkdədir, amma mübtəda təkdədir, lakin xəbər cəmdə have verilib. D variantı, public art have, mübtəda xəbər yerindədir. Many different forms and functions. Bura qədər düz gəlir. Both when it is olmamalıydı, çünki both deyir. Yenə də it's olmamalıydı, səhvdir. E variantı, public art has, bəli, mübtəda xəbər düzdür. Many different forms and functions. Art təkdə olduğuna görə it's düzdür. E variantı. 10-cu sual, find out the grammatically correct variant. Düzgün cavabı istəyir. Qrammatik olaraq düzgün cavabı. A variantı, street arts, usually arts has olmaz. Mübtəda cəmdə xəbər təkdədir. Street, B variantı, street art usually have, yenə mübtəda təkdə xəbər cəmdədir. C variantı, street art usually has, düzdür, mübtəda xəbər düz gəlir. A political or social message and aim to encourage. Burada message cəmdə olduğu üçün article olmaz. Political or social message, article gəlməməliydi. Street art usually has, mübtəda xəbər düzdür. Political or social message, bu da düzdür. And aims to encourage the viewer to sing and interpret, cavab D variantıdır. E variantına baxaq. Street art usually have, mübtəda təkdədir, lakin xəbər cəmdədir. Ona görə də D variantı düzdür.